həmişə Azərbaycanın ən böyük sənətkarlarını görmüşük. O öz sənət tərbiyəsini atası Xanədə Əkbərovdan alaraq Bakıya gələndə böyük Xan Şuşinskinin tələbəsi oldu. Sonraki illərdə də Xan Əmidən aldığı sənət tərbiyəsini, sənət vərdişlərini özünün tələbələrinə ötürdü. Şərəf və Şöhrət ordeni, birinci dərəcəli əmək ordeni, sənətkar medalı ilə tərtib olunan xanəndənin anım günündə ailəsi, yaxınları, sənət dostları və tələbələr iştirak etdilər. Canəli müəllimin möhtəşəm səs diapazonu, özünə məxsus ifa tərzi, bənzərsiz ifa tərzi, klassik muğam musiqimizi yaşadıb inkişaf etdirməsi, klassik muğam musiqimizin dəyərlərini dünya mədəniyyəti, dünya musiqi xəzinəsinə daşıması ilə seçilir. Eyni zamanda o, bu sənəti öz tələbələrinə, gənc nəsilə ötürməyi ilə, yaşatmağı ilə seçilir. Canəli Əkbərovun zəngin yaradıcılıq irsi, sənətə sədaqəti və pedaqoji fəaliyyəti bugün də hörmətlə yad olunur. Onun sənət yoluna və şəxsiyyətinə həsr olunan kitabda məhz bu böyük xanəndənin həyat və yaradıcılıq salnaməsini əks etdirir. Bu kitab tarix boyu yaşayacaq. Nə qədər Azərbaycan xalqı yaşayır, Azərbaycan muğamı yaşayır. Bu kitab da yaşayacaq və mənim adım da o kitabla qoşa çəkiləcək. Görkəmli xanəndə Canəli Əkbərovun 1965-ci ildən Dövlət Filarmoniyasında, 1976-cı ildən isə Dövlət Opera və Balet Teatrında solist olaraq çalışıb.